Bugünkü işimiz nədən ibarət usta? Bugünkü işimiz yox, bugünkü işlərimizdən biri ondan ibarət ki, evdən ambara qədər olan məsafə saray tərəfdəyik. Ambara qədər olan məsafə təxmini 60-70 metrə olan. Bu 60-70 metrənin ortasında heç bir yerdə xəttə daxil olmaq üçün, müdaxilə eləmək üçün qapaqiyyat yoxdur. Biz isə onu yığırıq, bax burada. Bax ustam, bax bu vəziyyətdə yığacaq. Gördün? Sabahlar yer gəlsə, ev sahibi özü də bura müdaxilə eləyib, tutulmuş borunu təxmini 15 metrdən bir qoyacaq. Sabahlar ev sahibi özü də müdaxilə eləyib, adi yüksək naporu su ilə, su ilə dəbərdib aça bilsin. Bu metrajın ortasında 50-60 metrə boy çəkmək olmaz. Tutulanda, yaxşı ki bizim motorumuzun uzunluğu harasa 45 metrəyə qədər getdi. Bir də üstün motorumuzu göstər. 45 metrədə açıldı. Siz də evinizdə tutulmuş borulara görə əziyyət çəkirsə, səhifə nömrə var, əlaqə saxlayın. Biz həm borunu, tək borunu açmırıq. Burada olan problemi də nə vəziyyətdə olun ev sahibinə başa sallıq ki, bax bu problemdən sabahsız gün sizin üçün əngəl ola bilər. Onu təmin edib təhlil edirik. Gəl ustam, dağ xəttləri.